Prezident İlham Əliyev xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. Mətndə deyilir: Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz verib. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematografçılar İttifaqının sədri, Prezidentin fəxri təqaüdçüsü, dövlət mükafatı laureatı, xalq artisti Rasim Balayev ömrünün 78-ci ilində vəfat edib. Rasim Balayev 1972-ci ildən etibarən Azərbaycan Film Kinostudiyasının aktyoru olub. Eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematografçılar İttifaqı İdarə Heyətinin birinci katibi vəzifəsini tutub. 2022-ci ildə isə ittifaqın sədri seçilib. Azərbaycan Film Kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünə məxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapıb. Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir. Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematografiyasının xüsusilə böyük